Salam əziz izləyicilərim, sizi yeni bir videomdan salamlayıram. Necəsiz qızlar? Bu günləri sizlərlə kənd çolpasından pomidorlu çığırtma hazırlayacağım. Mən yəni kənd çolpasından da edirəm, belə deyim. Yəni elə olur, quzu ətindən də olur. Bu dəfə isə sizlərlə birlikdə kənd çolpasından edəcəm qızlar. Mən 2 ədəd orta ölçülü, yəni soğan götürmüşəm. Nə elə böyük deyil, nə elə kiçik deyil. Bu mənə elə gəlir ki, qızlar, bu yeməyə dad verən o soğan olmağıdır. Deyirsiniz ki, siz o birisi videolarınızda demişdiniz ki, biz soğanı sevmirik. Düzdür, uşaqlar sevmir, amma biz yeməkdə, yəni yoldaşımla mən yeməkdə soğanı çox sevirəm. Mən ümumiyyətcə soğanı çox işlədirəm. Düzdür, uşaqlara hər zaman ayrı bişirirəm, amma özümüzə qalanda yəni soğanı çox işlədirəm. Gördüyünüz kimi qızlar, aypara şəklində doğradım. Deyirsiniz ki, çox böyük doğramısan, amma bu yeməkdə lay-lay doğrayıb üzərinə tökdüyümüz üçün xırda etmirəm. Hamısını belə böyük edəcəm. Soğanları aypara şəklində doğrayıb ətin üzərinə düzəcəm. Qızlar, mən ətim buzlu olduğu üçün biraz, yəni onsuz yumuşam, təmiz qazana qoymuşam, biraz buzu açılsın. Mən soyuducuya da qoyanda əti doğrayıb, yuyub aş düzəndə biraz suyu çəkilir, quruduram. Ondan sonra yəni soyuducuya düzürəm, yəni yığıram, paketləyib soyuducuya yığıram. Soğanları gördüyünüz kimi doğradım aypara şəklində. 2 ədəd soğan götürmüşdüm. İkisini də elə doğradım eyni qaydada. Biraz vamxodda, yəni bişirəcəm. Öz sokunda, pomidorun, bibərin öz sokunda vamxodda bişirəcəm. Mən bu yeməyə su vurmuram qızlar. Özünün sokunda, özünün həlimində bişir. Çox dadlı, çox gözəl olur qızlar. Belə deyim. Ümumiyyətcə belə yəni quzu pörtləməsində də olanda da mən çox pomidorlu vuranda, biz çəpiş əti də deyirik, yəni çəpiş əti də bişirəndə pomidorlu belə mən bişirəndə onda da su, yəni bir stakanın ortasından aşağı belə vururam. Öz suyunda, öz sokunda bişirməyi çox sevirəm. Yəni onda elə həlimini buraxır, onda daha dadlı olur. Yəni belə deyim, altını qoymuşam vamxodda, biraz buzu açılsın. Üzərinə yağ vurmuşam. Qızlar, kərə yağı vurmuşam. Mən cücəni, kənd cücəsini kərə yağında bol kərə yağında bişirməyi çox sevirəm. Qoydum kərə yağında biraz, üzərinə də soğanı vurdum. Yəni soğan da öz suyunu buraxsın, ətin də öz sokunda bişsin. Sonra üzərinə lay-lay bibərini və pomidorunu düzəcəm və ən sonda isə kartoşkasını düzəcəm qızlar. Sizlər necə qızlar, sizlər necə yedirsiniz? Sizlər hansı bölgədənsiniz? Yəni hər bölgənin özünə məxsus dadlı bir yeməkləri olur. Düzdür, bu yemək hər bir zonada bişirilə bilər. Sırf demirəm ki, Qazax-Aksafa zonası belə bişirir. Yox. Yəni hər zonada bişirilər. Yəni bilinir ki, yəni bizim öz çəpiş ətini belə deyim, yəni bizim zona daha dadlı bişirir. Orada yəni daha dadlı olur. Orada bişirilən. Bilmirəm, indi sizlər də bişirirsinizmi? Çəpişi ətinin də çox dadlı, yəni əti olur. Çox necə deyim, vitaminli, xeyirli bir əti olur. Adətən onu şəkər xəstələri daha çox istifadə edir. Ümumiyyətcə çox xeyirlidir şəkər xəstələrinə. Çox dadlı olur. Qızlar, gördüyünüz kimi mən bibərim evdə, yəni təzə sveji bibərim olmadığı üçün marazilkada qışdan qalan, yəni qışda yəni payızda hər zaman mən qoyuram, qış uzunu işlədirəm. İndi bir paketim qalmışdı. Ən axırıncı paketim idi. Çıxartdım. Yeməyin üzərinə vuracam. Biraz
çıxartdım ki, buzu ərisin. Çox əlverişli olur qızlar. Bilmirəm sizlər də edirsinizmi? Mən hər zaman pomidor da qoyuram marazelkaya, biber də edirəm. Ümumiyyətcə marazelkaya belə deyim, belə əlimdən tutacaq pomidordur, biberdir, istər meyvələr olsun. Mən adətən zoğalıdır, vişnədir, bunları daha çox qoyuram. Zoğalı belə daha çox istifadə edirəm aşqaralarda turş məzə vermək üçün. Belə istifadə edirəm. Sizlər necə qızlar? Sizlər də istifadə edirsinizmi? Yəni sizlər də elə buzxananızda hazır yəni meyvələr olsun, tərəvəzlər olsun saxlayırsınızmı? Gördüyünüz kimi qızlar, kartoşkanı da soyuram. Üzərinə yəni ən axırda vuracam kartoşkanı. İndi vurmuram. Əvvəlcə biraz yəni pomidorda, biberdə sokunu buraxsın. Sonra üzərinə kartoşkanı vuracam. Deyirsiniz ki, yəni çox soydum kartoşkanı. Qızlar, yox, mən ətə biləm soydum. Yəni çox görsənə bilər. Yəni qazanın tutacaq qədərində. Həm də ki, bizim uşaqlar kartoşkanı çox sevirlər. Yəni ona görə kartoşkasını daha bol etdim. Belə deyim qızlar, çox dadlı oldu. Bizim uşaqlar kənd çolpasını sevmədiyi üçün hər zaman bilirsiniz də videolarımda deyirəm ki, uşaqlarım kaprizlidir, yəni kənd məhsullarını yemirlər, amma bunu sevə-sevə yedilər. Çox xoşları gəldi. Biberləri qoydum, üzərinə tökdüm və pomidorları yığacam üzərinə. Biberlər də biraz buzludur, amma yəni atılacaq da, yəni ondan narahat olmayın. Yəni özü öz sokunda bişdikcə atılacaq. Biraz da üzərinə duz vurdum. Üzəri üçün də biraz duz tökdüm. Yenə deyirəm, kartoşkaya da ayrı tökəcəm. Çünki bu ətə tökmüşəm. Kartoşka üzərində olduğu üçün kartoşkaya duz çatmır deyim. Düzdür, yavaş-yavaş qarışdırırsan, amma mən çox qarışdırmıram ki, o laylar, o qatlar dağılmasın. Bamxodda da pişdiyi üçün, yəni ətlər də bişir öz suyunda, sokunda, kartoşka da, yəni qarışdırmağa ehtiyac yoxdur, belə deyim. Amma az da olsa biraz qarışdırıram, yəni qaşığın ucu ilə çox dağıtmıram. Biberləri tökdüm, üzərindən pomidoru vurdum. Biraz öz sokunda bişsin. Ona kimi mən kartoşkamı yəni burada doğrayım. Biraz istədim fiqurlu, yəni kətə-kəsənlə fiqur verim. Əvvəl istədim, fikrim o idi ki, pomidorlar kimi yəni yumru-yumru doğrayım, amma sonra fikrimi dəyişdim qızlar. Yəni sizlər də özünüz necə istəyirsiniz, o qaydada da edə bilərsiniz. Öz zövqünüzə görə yəni bişirə bilərsiniz. Bir də bir sual verim qızlar. Sual kimi deyim, bilmirəm, mən öz fikrimi mi deyim. Bəzən xanımlarımız deyir ki, yemək bişirəndə mən yoruluram, yemək bişirməyi sevmirəm. Mənə ev təmizləmək daha asan gəlir yemək bişirməkdən. Amma mənim üçün qızlar, belə deyim, düzdür, evi də yəni təmizləyirəm, evdə təmizlik, yəni başqa şeydir, yəni təmiz olmaq başqa şeydir. Yəni gərək təmiz olasan ki, əlinin altında hər bir şey təmiz olmalıdır ki, yeməyi də bişirəsən rahatçılıqla, sevə-sevə. Yəni mən heç vaxt yemək bişirməkdən yorulmamışam, sevə-sevə bişirmişəm. O yeməyə bir sevgi qatmışam, belə deyim. Çünki heç vaxt nəinki evi təmizləmək məni yorar, amma yemək bişirmək yox. Sevə-sevə bişirmişəm, hər bir yeməyə o sevgimi qatmışam. Yəni yorulmadan bişirmişəm. Kartoşkalar da gördüyünüz kimi qızlar, üzərinə sarı kök vurmuşam, qarışdırdım. Biraz da ətə vuracam. Deyirsiniz ki, pomidoru yeməyə nəyə görə vurdunuz? Yəni sarı kökü heç vacib də deyildi. Amma mənim üçün sarı kök həm xeyri tərəfindən vurmuşam, həm də ki, mən sarı kökü çox sevirəm. Hər bir yeməkdə də sarı kökü istifadə edirəm. Həm də görünüş cəhətdən belə deyim. Gördüyünüz kimi kartoşkanı
hər tərəfli qarışdırdım ki, sarı kökü bir-birinə qarışsın. Üzərinə kartoşkaları düzürəm. Kartoşka da öz yəni pomidorun, ətin öz suyunda, öz sokunda vamxodla bişsin. Qızlar, əzilmir, ət də yumşaq bişir. Kartoşkası da bişir. Belə fikirləşəndə biraz kənd çolpası bərk olur. Nə qədər körpə çolpa da olsa yenə bərk olur. Amma yəni vamxodla bişirəndə yəni bərklik olmur. Gözəl bişir, belə deyim. Sizlər necə bişirirsiniz qızlar? Sizlər də yəni beləmi bişirirsiniz, yoxsa bəzən eşidirəm ki, pomidorlu yəni sevməyən olur, zövqə görədir. Yenə dediyim kimi, hər kəs öz zövqünə görə yəni bişirir. Mən də yazın o təravətini, yazın o tərəvəzlərinin dadını istədim. Yəni kənd çolpasında belə yəni dadam. Düzdür, belə halda yəni hər zaman yeyirik, amma belə bişirəndə daha dadlı olur. Deyirsiniz ki, qış uzunu da olur da, pomidor olsun, biber olsun, hər zaman əlimizin altında bu yəni tərəvəz olur. Amma qışda olan istər pomidor olsun, istər xiyar olsun, biber olsun, adi göyü belə olsun. Yəni yazda, yayda bişən, yazda, yayda bitən, bişən yox, üzr istəyirəm, bitən adi meyvələr belə o dadı vermir. Qışdakının dadı vermir. Yayın bir başqa dadı var. Yəni meyvələrinin, tərəvəzlərinin. Qızlar, çox gözəl, yumşaq bişdi. Gördüyünüz kimi həm kartoşkaları, həm əti yəni gözəl bişdi. Mən bişirdim qızlar. Sizlər də bişirə bilərsiniz. Sizlər də yəni sınaya bilərsiniz bu cür belə bir formada bişirməyi. Bilirəm hamı bişirir, amma gənc qızlarımız var. Onlar da yəni belə baxıb öyrənirlər. Üzəri üçündə küyüt atdım biraz, yəni görünüşə görə. Çox gözəl oldu qızlar. Sağ olun, Allah amanında qalın. Hər birinizin ruziniz bol olsun, süfrələriniz bol olsun. Qazanlarınız hər zaman qaynar olsun. Kanalıma abunə olmağı, like atmağı unutmayın əziz izləyicilərim. Yorumlarda fikirlərinizi gözləyirəm. Sağ olun, gələn videolarımda görüşənə qədər.